Hə, Vəfa Zeynallı məsələsində açıqlama gətirim. Yəni mən yalanı sevmirəm. Mən yalan heç vaxt danışmamışam. Danışmayacağam da. Çünki yalanı özümə təhqir bilirəm, yalanı özümə hörmətsizlik bilirəm. Yalan elə ən böyük əxlaqsızlıqdır, ədəbsizlikdir, tərbiyəsizlikdir. Vəfa Zeynallı məsələsində də Vəfa Zeynallı adını yazaraq məhkəməyə müraciət olunub. Sabahları mən o məhkəmə kağızını da sizlərə təqdim edəcəm. Özünüz gözünüzlə görəcəksiniz ki, kim yalancıdır, kim doğruçudur, kim bu məsələlərdə yalan danışır. Və bir daha qeyd edirəm, bəli, bir kəlmə onu da yalan danışmadım. Sadəcə olaraq mədəni şəkildə dedim. Afət Fərman qızı mənə deməmişdi ki, qələt eləyərəm. Demişdi ki, mən Afət Fərman qızı yox, Afət it qızı olaram. Əgər Vəfa sənə mən canlıda bir kəlmə bir söz demişəmsə, dedim mənim səndən davam yalnız mahnı davası olubdu. O da bağlandı, bitdi. Bu davalarımın sənə heç bir aidiyyatı yoxdur. Mənə əgər o sözü